Yaşad Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov məktəbdə layihəsinin qonağı olub. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin bu dəfəki görüşü paytaxtdakı 151 nömrəli tam orta ümumi təhsil məktəbində keçirilib. Zəfər gününün 5-ci ildönümü ərəfəsində baş tutan görüşdə Elvin Hüseynov vətənpərvərlik, milli dəyərlərə sadiqliyin önəmindən, Qarabağ zəfərinin qazanılmasında Azərbaycan əsgərlərinin nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqlardan danışıb. Şagirdlərin suallarını cavablandırıb. Qarabağ qazisi bildirib ki, qəhrəmanlıq təkcə döyüş meydanında düşmənlə vuruşmaq deyil, həm də yüksək təhsilə, intellektə sahib şəxsiyyət kimi yetişərək vətənə faydalı olmaqdır. Biz xalq olaraq, cəmiyyət olaraq, məktəb, ailə, o uşaqları, o qəhrəmanları o da gözəl tərbiyə etdik. Onlar heç vaxt olmadığı torpaqlar uğrunda, heç vaxt görmədiyi ərazilərimiz uğrunda öz şirin canlarından keçdilər, ərazi bütövlüyümüzü bərpa etdilər. Azərbaycana, bütün Türk dünyasına böyük bir zəfər bəxş etdilər. Şagirdlər görüşlə bağlı təəssüratlarını Asan TV ilə bölüşüblər. Bu tədbir bizim üçün çox qürur verici və maraqlı keçdi. Yaşad Fondunun rəhbəri Elvin bəy ilə canlı görüşdüyümüz üçün və danışdığımız üçün çox xoşbəxt olduq. Tədbir çox yaxşı keçdi və Elvin bəyin özü də yaxşı məsləhətlər və nəsihətlər verdi. Hər şey çox maraqlı idi. Hər bir şagirdin suallarını cavablandırdı yetərincə və bu anlar bizə çox maraqlı, çox təsirli keçdi. Elvin Hüseynov həmçinin Yaşad Fondunun şəhid ailələri və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən bəhs edib. Bu fəaliyyətlərin cəmiyyətin mənəvi borcunun ifadəsi olduğunu diqqətə çatdırıb.